Siz Rough Trader kanalındasınız və sizinlə mən Fərid. Bugün sizlərə qızılı necə təhlil etmək lazım olduğuna dair konkret parametrləri göstərəcəyim ki, ticarətiniz mənfəətli olsun. Hər şeyi A-dan Z-yə göstərəcəyim. Bu videonun sonunda artıq özünüz qızıl təhlil edə və onunla ticarət edə biləsiniz. Odur ki, çayınızı süzün, rahat əyləşin və heç nəyi qaçırmamaq üçün bu videonu sonuna qədər izləyin. Biz isə başlayırıq. Əsas trend xəttlərinin qurulması ilə başlayırıq. Bu niyə vacibdir? Böyük time frame'lərdə trend xəttləri böyük oyunçunun ümumi istiqamətini müəyyən edir. Qızılda yüksək volatillik olduğu üçün qlobal səviyyələri nəzərə almaq xüsusilə vacibdir. Aylıq MN time frame'lərdən başlayırıq. 2000 yum tapırıq. Qalxan trend xəttini qururuq. Həftəlikən W time frame'ini keçirik. Qurduğumuz xəttləri dəqiqləşdiririk. Miqyas fərqlidir. Hətta 3 mm-lik sürüşmə artıq 100 punkt deməkdir. Kanal yayılırıq. Aşağı sərhəd minimumlara görə, yuxarı sərhəd maksimumlara görə. Bəzən xırda kənara çıxmaz onlara nəzərə almaq üçün yaxın və uzaq olmaqla 2 yuxarı sərhəd çəkmək olar. Böyük time frame'lərdə kanal və trend xəttləri üçün dönüş zonalarını göstərir. Onlar hətta xəbər sıçrayışı zamanı belə dəstək, müqavimət kimi işləyir. Ay və trend xəttləri qururuq. Ay və həftəlik qrafiklərə bir neçə qalxan xətt qurmaq olar. Qiymət hər bir xəttdən düşdükdə alış üçün fürsət yaranır. Siqnalları gücləndirmək üçün trend xəttlərini qiymət səviyyələri ilə birləşdirmək daha yaxşıdır. Yeni başlamısınızsa, qarşılıq olmasın üçün xəttləri fərqli rənglərlə bilərsiniz. Qrafik mütləq Fibonacci səviyyələrini əlavə etmək lazımdır. Aylıq qrafika maksimum götürürük və Fibonacci'nin cari impulsu minimuma qədər çəkirik. Mütləq daha kiçik time frame'lərdə dəqiqlik yoxlayın. Hətta xırda bir xəta belə böyük yanlışlıq yarada bilər. Əlavə olaraq, Fibonacci şəbəkələrinin digər impulslarını çəkib nəticələrini müqayisə edə bilərsiniz. Səviyyələrin gücünün yoxlanılması. Əgər bir neçə Fibonacci şəbəkəsi bir nöqtədə kəsişirsə, bu güclü bir zonadır. Məsələn, həftəlik qrafikdə 3 Fibo səviyyəsi eyni zonada üst-üstə düşür, yüksək dönüş ehtimalı var. Fibo niyə işləyir? Səviyyələr əsasında qızıl səviyyə adlandırdığımız zona dayanır. Bu saf riyaziyyatdır. Xüsusilə böyük time frame'lərdə aylıq, həftəlik, günlük daha effektivdir. M30 və daha aşağı time frame'lərdə mənasızdır. Həddən artıq dalğalamalar var. Onu da qeyd edək ki, kanalımızda Fibonacci səviyyələri haqqında 2 video var. Zəhmət olmasa onlara mütləq baxın və kanala abunə olun. Qızılın xüsusiyyətləri bunlardır. Yüksək volatillik, böyük stoplar, eyni zamanda böyük profitlər, yəni mənfəətlər, çox sayda yalançı qırılmalar, fake breakout və kölgələr terminlər desək, wicklər. Kör-körani giriş etmək uğursuzluqla nəticələnəcək. Buna görə də ən güclü giriş nöqtələrini əvvəlcədən tapmaq lazımdır. Ticarət qərarlarını H1, H4 və D1-də qəbul edirik. Lakin təhlilin əsası aylıq və həftəlik qrafiklərdir. Fibo tətbiqinə nümunə. Şəbəkənin impuls çəkdik. Səviyyələrin trend xətti ilə üst-üstə düşdüyünü görürük. Korreksiyasında qızıl bu zonaya çatdıqda bu alış nöqtəsi olacaq. Sonra Murray səviyyələrini tapırıq. Bu nədir? Qiymət hərəkətinin riyazi qanuna uyğunluqlarına əsaslanan bir indikator. Qrafiki 8 və ya 12 bərabər zonaya bölür. Hər zona potensial dəstək və ya müqavimət səviyyəsidir. Necə istifadə etməli? 1. Murray səviyyələri indikatorunu qrafikə quraşdırırıq. 2. Time frame-dən asılı olaraq indikator avtomatik olaraq yenidən qurulur. 3. Qiymətin ən çox harada reaksiya verdiyini baxırıq. 0.8 və ya 8.8 səviyyələrinə. Ekstremal zonalar, güclü dönüşlər, 4.8 və 5.8 səviyyələri, orta səviyyələr, test flat, yəni yan hərəkət üçün dayaq olurlar. İndi gəlin Fibonacci, Murray və trend xəttləri əlaqəsini təhlil edək. Niyə? Bu sistem daha yaxşı işləyir. Əgər Murray səviyyəsi trend xətti və Fibonacci səviyyələrlə üst-üstə düşürsə, bu giriş üçün ən güclü nöqtədir. Üst-üstə düşmə nə qədər çox olarsa, siqnal bir o qədər etibarlıdır. Nümunə, qızıl Murray üzrə 6.8 səviyyəsini çatır. Eyni zonada Fibonacci 61.8 səviyyəsində və qalxan trend xətt çəkir. Güclü səviyyəni tapmışıq, yuxarıya doğru dönüş ehtimal çox yüksəkdir.
Vacib nüanslar. Mürə səviyyələri yalnız böyük time framelərdə, yəni həftəlik, günlük istifadə edilməlidir. H1 və daha aşağı time framelərdə onlar çox tez-tez yenidən qurulacaqlar. Bu alət tək başına bir siqnal deyil, təhlili təsdiqləmək üçün bir vasitədir. Qızılın təhlili üçün addım-addım alqoritm. Addım 1. Əsas trendi müəyyənləşdirən bir aylıq time frame ilə başlayın. Qalxan və enən trend xəttlərini qurun. Kanal yaradın, yuxarı və aşağı sərhəd. Qiymətin artıq reaksiya verdiyi əsas zonları qeyd edin. Addım 2. Trendi həftəlik qrafikdə yoxlayın. Həftəlik time frame ilə edin. Qurulan xəttləri dəqiqləşdirin. Bəzən trend xətti biraz sürüşə bilər. Kanalı əlavə səviyyələrdən tamamlayın. Addım 3. Fibonacci səviyyələrini əlavə edin. Fibonacci alətin əsas impuls boyunu çəkin. Əsas səviyyələri 38.2, 50, 61.8 qeyd edin. Onların trend xəttləri ilə haradan üst-üstə düşdüyünü yoxlayın. Addım 4. Təhlil Murray səviyyələri ilə gücləndirin. Hansı səviyyələri Fibo və trend xəttləri ilə üst-üstə düşdüyünə baxın. Səviyyələri qeyd edin. Nə qədər çox üst-üstə düşmə varsa, zona bir o qədər güclüdür. Addım 5. H4 və H1-in enin burada giriş nöqtələrini axtarın. Şam paternləri, dönüş fiqurları, yalancı qırılmalar, M30 və daha aşağıda giriş etməyə dəyməz, həddən artıq dalğalanmalar var. Giriş üçün təsdiqləyici paternlar hansılardır? Udulma, buğayı, pin bar, quyruqlu şam, ikili dip və ya ikili zirvə, double bottom, double top, bayraq, flag, trendin davamı üçün. Əməliyyata yalnız səviyyələrin üst-üstə düşmə və paternlara təsdiq olduqda daxil olmaq lazımdır. Qızıl ticarəti zamanı stop loss və take profit haqqında mütləq bilməliyik. Stop loss. Qızıl çox volatildir. Stoplar valyuta güdürləri daha böyük olmalıdırlar. Stop lossu səviyyəyə tam yapışdırmaq lazım deyil. Səviyyədən bir qədər kənara qoymaq optimaldır. Minimum işlək stop 300-500 punkt. Qiymət üzrə 30-50 dollar. D1 və W1 stopa 1000 punktda və daha çox çata bilər. Take profit. Risk gəlir nisbətinə əsasən hesablayırıq. Klassik 1-2 və ya 1-3 nümunə olaraq. Əgər stop 500 punkt olarsa, hədəf minimum 1000 punkt olmalıdır. Take profit'i bir neçə hissəyə bölmək olar. Take profit 1, 1-in 1-ə, take profit 2, 1-in 3-ə, take profit 3, 1-in 3-ə. Take profit 1 çatdıqda stopu zərərsizlik nöqtəsinə, yəni giriş etdiyimiz qiymətə keçirik. Qismən fiksasiya 500 punkt sonra və ya take profit 1-dən sonra əməliyyatın bir hissəsini bağlayın. Qalan hissəni take profit 2 və ya take profit 3-ə qədər saxlayın. Bu psixoloji təzyiqi azaldır və mənfəəti fiksə edir. Qızılda çox kiçik depozitlə işləməyə dəyməz. Qısa stop qoymaqdansa lotu azaltmaq daha yaxşıdır. XAU USD-yə kiçik stop loss əməliyyatının yüksək ehtimalla stop olacağı mənasına gəlir. Qızıl üzrə təhlil və əməliyyat nümunəsi. Addım 1. Əsas böyük trendi müəyyənləşdiririk. Aylıq qrafikdə qalxan trend xətti qurulub, qiymət kanalın aşağı sərhədinə yaxınlaşıb, bu potensial alış zonasıdır. Addım 2. Həftəlik, yəni W1 qrafikində yoxlayarıq. Əlavə trend xətti səviyyəsini təsdiqləyir. Eyni zonada Fibonacci 61.8 səviyyəsi isə üst-üstə düşür. Murray indikatoru 2.8 səviyyəsini göstərir, yəni güclü dəstək var. Addım 3. Günlük D1 qrafikdə təsdiq buğa udulması, yəni həmçində bullish engulfing patterni formalaşır. RSI həddindən artıq satır, oversold zonasına çıxır. Giriş üçün bütün şərtlər üst-üstə düşür. Addım 4. H4-də giriş bazara görə alış və ya limit order yerləşdiririk. Stop lossu ən yaxın minimum arxasına qoyuruq. Təxminən 600 punkt.
Take profitler. Take profit 1 600 punkt, take profit 2 1200 punkt və take profit 3 1800 punkt. Addım 5. Əməliyyatın müşayiət 600 punkta çatdıqda həcmin 50%-ni fiksə edirik və stop lossu zərərsiz nöqtəli keçiririk. Qalan hissəni take profit 2 və take profit 3-ə qədər saxlayırıq. Hətta bazar geri dönsə belə artıq zərər olmayacaq. Əməliyyatın nəticəsi. Əməliyyat take profit 1-ə çatdı, mənfəət 600 puntdan çoxdur, qiymət daha da yuxarı getdi, take profit 2 və take profit 3 də gəldi. Ümumi nəticə 2000 punktdan çox. Qızılla işləmə qaydaları. 1. Time frame'lər. Əsas təhlil aylıq və həftəlik giriş axtarmaq üçün günlük D1 və ya 4 saatlıq H4. Dəqiqləşdirmə və sürətli əməliyyatlar üçün 1 saatlıq H1-dən aşağıda ticarət etmək tövsiyə edilmir. 2. Səviyyələr. Trend xəttləri, kanallar, Fibonacci və Murray istifadə edirik. Bir neçə səviyyəni üst-üstə düşməsi əməliyyat üçün güclü zona deməkdir. Bir zonda nə qədər çox amil birləşərsə, dönüş ehtimalı o qədər yüksəkdir. 3. Stop loss və risk management. Qızılda stoplar həmişə böyük olur. Onları süni şəkildə azaltmayın. Bir əməliyyatda risk depozitinin 1, maksimum 2%-dən çox olmamalıdır. Qısa stop loss qoymaqdansa, lotun həcmini azaltmaq daha yaxşıdır. 4. Əməliyyatın müşayiəti. Take profit 1-ə çatdıqda əməliyyatın bir hissəsini bağlayın və stop lossu zərərsizlik nöqtəsinə keçirin. Beləliklə, depozitinizi qoruyur və mənfəətinizi fiksə edirsiniz. Qalan hissəsini isə daha uzaq hədəflərə qədər saxlamaq olar. 5. Psixologiya. Hər hərəkəti tutmağa çalışmayın. Qızıl tez-tez dərin yalancı qırılmalarıdır. Yalnız güclü səviyyələrdən və patrlardan təsdiq aldıqdan sonra işləyin. Yekuna keçək. Qızıl yüksək vaciliyə, eyni zamanda yüksək mənfəət potensialına malik bir alətdir. Uğurlu ticarətin sirri, böyük time frame'lər təhlil etmək, trend xəttləri Fibonacci və Murray səviyyələrinin birləşməsindən istifadə etmək, təsdiqləyici patternları gözləmək və risk managementə riayət etməkdir. Bu yanaşma maksimum etibarlı giriş nöqtələrini tapmağa imkan verir. Bu da ticarət sistemli və mənfəət edir. Bugünlük bu qədər. Yeni videoları kaçırmamaq üçün bu videoyu like edin və kanala abunə olun. Növbəti videoda görüşənə qədər.